Sürücü işi var yoldaşlar, sürücü işi var. Mən sizə təxminən bir 10 dənə sürücü işindən bəhs etmək istəyirəm. Fərqli-fərqli işlərdir. Onların arasında avtobus sürücüsü var, onların arasında inkasator sürücüsü işi var və adi sürücü işi var, yük maşını sürücüsü işi var. 1500 manatdan yuxarı əmək haqqısı olan sürücü işi var. 600 manatlıq kimi zəif əmək haqqısı olan sürücü işi də var. Misal üçün, gəlin qaçıq olaraq mən indi Allah qoysa sadalayacağım sizə. Deməli, misal üçün, sürücü işi var Lvov şokolad evində, bu 600 manatdır yoldaşlar. 30-45 yaşlı uşaqlar üçündür. Xətai metrosu yaxınlığındadır. Bu bir variant idi. Sonra 1500 manatdan yuxarı qazana biləcəyiniz həm Bakı, həm də bölgələrdə olan sürücü işi var. Ekspeditor işidir yoldaşlar. 25-40 yaşlı uşaqlar üçündür. Deməli, Ford Transit idarə edirsiniz yoldaşlar. 25-40 yaşlı şəxsinizsə və ərazi biliyiniz yüksəkdirsə, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə Konto.com-da var sürücü işi 800-900 manat aralığında çatdırılma işidir. Deməli, BS tələb eləyir, 5 illik sürücülük təcrübəsi tələb eləyir. Bundan əlavə sürücü işi yük daşıma üzrə var, 30-50 yaşlı uşaqlar üçün var. Bu da 1000 manata yaxın verə bilir. Rayonlara daşıma olduqda da əlavə olaraq bonus da verə bilir. BSD tələb edir yoldaşlar. Bundan əlavə yük maşın sürücüsü Azermeddə var 800 manatlıq. Bu meyvəli bazarının yanındadır. 25-45 yaşlı uşaqlar üçündür. BS tələb eləyir. Bundan əlavə D kateqoriyalı sürücülük təcrübəsi vəsiqəsi olanlar üçün var. Avtobus sürücüsü, daha doğrusu D kateqoriyalı sürücü işidir. Bu, deməli, minimum 2 illik iş təcrübəsi tələb edir yoldaşlar sizdən. Tibbi arayışınız olmalıdır, zərərli vərdişləriniz olmamalıdır. 1000 manatlıq bir işdir. Bundan əvvəl başqa bir avtobus işi də var. Bu isə servis sürücüsü olacaqdır, amma 550 manatlıqdır. Və 40-55 yaşlı uşaqlar üçündür. 1 illik iş təcrübəsi tələb edir və təbii ki, D kateqoriyalı sürücülük vəsiqəsi tələb edir. Bu zonadadır yoldaşlar bu. Bundan əlavə Express Bankda inkasator sürücü işi var. Bura müraciət edə bilərsiniz. B kateqoriyanız varsa, sürücülük təcrübəniz varsa, 3 illik heç olmasa. Bundan əlavə sürücü işi Azərpoçtda var yoldaşlar. BS tələb eləyir, 600 manatlıqdır. 2-3 illik aktiv sürücülük təcrübəsi tələb eləyir. Bundan əlavə sürücü köməkçisi işi var, 700 manat civarında. Burada hətta vacib deyil, yəni sürücülük vəsiqənizin olmağı. 5 günlük iş həftəsinə malikdir. Bu işlərə müraciət etmək üçün CV-niz olmalıdır. Yoldaşlar, CV ilə müraciət etməlisiniz. Bu işlərdə müraciət etmək dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızda səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu harada görürsünüz? YouTube-da görürsünüzsə, əlaqə vasitəsi profildə qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman siz bu videonun adının altında Toğrul sözü yazılıb. Həmin o sözü toxunaraq Toğrul adlı kanala daxil ola bilərsiniz, TikTok kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.